Şeyx Saduq rəhmətullahi aleyh Amalı əsərində belə bir rəvayət nəql edir. Deyir, İnnə əvvələ dirhəmin və dinarin duribə fil ard. Yer üzərində ilk dəfə dirhəm və dinar hazırlananda nəzərə iləyhimə iblis. İblis baxdı onlara. Fələmmə əyənəhumə əxəzəhumə fəvədəəhumə ələ ayneyh. Deyir, şeytan baxdı onlara, müayinə elədi. Yəni o yanına baxdı, bu yanına baxdı və onları götürdü, gözünün üzərinə qoydu. Gözlərin üzərinə qoydu. Sümmə dəmməhumə ilə sadri. Sonra sinəsinə bastı. Sümmə saraxə sərxətən. Sonra elə bir qışqırdı ki, sonra dedi ki, Əntumə qurratu aynim. Siz mənim gözümün nurusuz. İlk dəfə pul yarananda şeytan, ki, yer üzərində şeytana daha bir güc qatıldı. Şeytana ki, gücü var idi, qüdrəti var idi, insana müdaxilə eləsin, insanı yoldan azdırsın. Pul kəşf olunanda, yer üzərində ilk dəfə pul hazırlananda şeytanın gücünə daha da bir güc əlavə olundu. Şeytan onlara baxır, buyurur ki, siz mənim gözümün nurusuz. Və səməratu fuadi, mənim qəlbimin meyvəsisiz. Artıq şeytan biraz da rahat deyir ki, mənim işim asanlaşır. Mə ubəli min bəni ədəm izə əhəbbukumə ən la ta'budu vəsənən. Deyir, artıq mənim marağımda deyil, yəni mənim üçün əhəmiyyətli deyil. Bəni Adəm bütə sitayiş edir, yoxsa yox. Mənim üçün maraqlı olan odur ki, kifayətdir ki, Bəni Adəm sizi sevsin, yəni sizə məhəbbət bəsləsin, sizə bel bağlasın, sizə daha həris olsun. Əgər Bəni Adəm sizə məhəbbət eləsə, sizə həris olsa, daha mənim üçün maraqlı deyil ki, mən gedim onu yoldan çıxardım ki, Allaha yox, bütə sitayiş eləsin. Özü bilər, kimə sitayiş edir eləsin, istəyir Allaha ibadət eləsin, istəyir bütə sitayiş eləsin, mənim marağımda deyil. Mənim üçün bir dənə kifayətdir ki, insan sənə tamah salsın, sənə məhəbbəti olsun. Həqiqətən də biz onu görürük ki, insanlar pula hərisləyir, görün nə həddədir ki, yəni o qədər pula hərislilər ki, vara, dövlətə hərislilər ki, olmayan zülümlər qalmır. Yəni pula görə bir-birinə zülm edirlər, bir-birinin haqqını tapdalayırlar, bir-biri ilə düşmənçilik eləyirlər. Hamısı nəyin üzərindədir? Şeytanın ürəyinin meyvəsi olan, gözünün nuru olan o pula görə. Artıq şeytana bir güc gəldi ki, insanlar pula həris olacaq, kimə sitayiş edirlər, nə ibadət edirlər, kimə ibadət edirlər, mənim üçün maraqlı deyil.